أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Değerli dinleyiciler, sözün əsli mənasında necə xilas olaq? Bu, hər bir ağıllı insanı düşündürür. Bütün ağıllı insanları düşündürür. Necə xilas olaq? Şərdən, fitnədən, bəlalardan, sonunda Allahın düşməni olmaqdan, cəhənnəmə düşməkdən necə xilas olaq? Şeytanın hiləsindən, fitnəsindən necə xilas olaq? Axı biz nəzarət altındayıq. Axı yaşadığımız hər nə qeydə alınır və biz etdiyimiz hər nəyin hesabını verəcəyik. Bəs bu nəfsimizin şərrindən necə xilas olaq? Bu elə bilirsən ki, bugün dünya bu şəkilə gəlib bizim problemimizdir. Xeyr, bu daima ağıllı insanları düşündürmüşdü. Daima. Necə ki, Resulullah sallallahu aleyhi və səlləmin səhabələri belə ondan bu barədə soruşardılar. Ki onlardan birini sizin diqqətinizə çatdıracağım ki, çünki orada Allahın Resulü sallallahu aleyhi və səlləm möhtəşəm bir cavab verəcək bu sualı verən səhabəsinə. Səhabələrdən Uqba bin Amr radiyallahu anhu rəvayət edir. Bir gün Allahın Resulünün əlini tutub dedim: Ey Allahın Resulü, necə xilas olaq? Nə edək xilas olaq? Bu cəhənnəm, hesab günü, insanın yadına düşəndə tükləri ürpənir. Ya Resulallah, necə edək biz, nə edək? Allahın Resulü sallallahu aleyhi və səlləm ona bu möhtəşəm cavabı verdi ki, hədisi oxuyaq, sonra onun bir şərhinə baxaq, görək bu nədir? Qultu, ya Resulallahi, mən nəcatu? Qal, əmsik aleykə lisanəkə, وَلْيَسَعْكَ بَيْتُكَ وَابْكِ عَلَى خَطِيئَتِكَ. Ravahu et-Tirmizi. Bu hadisi İmam Tirmizi sahih sened ile rivayet etmiştir. 2406 sayılı hadistir. Bir neçə diğer imamlarda ise bu Hasan sened ile rivayet olunmuştu. Yani hadis mötəbərdir bir sözle. Resulullah'tan soruşur Uqba bin Amr radiyallahu anhu: Ya Resulallah, necə xilas olaq? Nə edək xilas olaq? O cavab verir və deyir: dilini tut, evini geniş et, xətaların üçün ağla. Bəli, gəlin görək bu dilini tut, evini geniş et və xətaların üçün ağla sözü nə deməkdir? Değerli Müslümanlar, biz bilirik ki Allahın Resulü sallallahu aleyhi və səlləm bu cür möhtəşəm sözləri Rəbbi Allah'tan almıştır. Bizi yaradan, bizi bu ərsəyə gətirən Rəbbimiz bizim bəlamız haradadır, xilasımız haradadır, onu çox gözəl bilir. Hele ona görə də Resulü vasitəsilə bizə bu ismarızları vermişdi ki, bu işləri görün, xilas olacaqsınız. Dilini tut, ey kul, dilini tut. Dili tut o demək değildir ki, heç danışma. Necə ki Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdu: Ne danışım,
deyən insana demişdi, ya xeyir söylə, ya sus. Yəni, danışacağın şey səni sevindirəcək, qəlbini açacaq, eşidənləri də fərəhləndirəcək, imanlarını artıracaq sözdürsə, dayanmadan danış, yorulana qədər danış. Hətta Allahın Resulü deyir ki, dilini onun üçün islat. Yəni, özünü hazırla ki, Allah üçün danışacaqsan. Hey buna enerji topla. Qeybətə deyil, böhtana deyil, faydasız mövzulara deyil, filan şeyin qiyməti bu qiymətə qalxdı, nə bilim təqaüdləri niyə gecişdirirlər, mənasız, filan deputat filan yerdə ev tikib, saatlarla bununla məşğul olmaqdansa, nə gözəl olar. Bir halda ki, danışacaq adam tapmırsan, ki onunla mən gözəl mövzu açım, söhbət edim, o zaman dilini tut, danışma, lal ol. İnan ki, lal ol. Aləmlərin Rabbi Allah, Qaf surəsi 18-ci ayədə belə buyurur. Əuzu billahi minəşşeytanirracim. Mə yəlfizu min qavlin illə lədeyhi raqibun atid. Nə danışırsınızsa, sizi izləyən, nəzarət edən şahidlərim sizin yanınızdadır. Onlar sizi an-ba-an izləyirlər. Nə danışırsınızsa qeydə alınır. Subhanallah. O qeydin içində mənə lazım idi ki, deputatın harada evi var, filan nazir harada ev tikib, onunla məşğul olun. Kim əxlaqsızlıq edir, kim nə ilə məşğuldur, mənə lazım idi mi o? Əsla lazım deyil idi. Amma şeytan isə bizim qəlbimizə sevinç salır bu mövzuları danışanda. Sən danışırsan, digəri də səni alqışlayır və sən fərəhlənirsən, dərinə getdikcə gedirsən. Halbuki sənin o qədər qiymətli zamanın gedir boşa, heç bir faydası olmayana. Deyim, yalan danışırsan, belə götürək, yox, düz danışırsan. O adam rüşvət alıb, saraylar tikib, bu işləri görür. Söhbət odur ki, danışmağın nə faydası vardır ki? Nə faydası vardır ki sənə? Faydalı söz danış, dilini tut, xilas olacaqsan. Sənin Rəbbin sənə xəbər verir ki, əgər dilini tuta bilsən, xilas olacaqsan. Xilas olmağın 3 yolundan biri budur. Dilini saxla, hər sözü danışma. Allahın Resulü sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, İnnəl abdə lə yətəkəlləmu bil kəlimətin mə təbəyyənu mə fiyhə yəhvi bihə finnər əb'adu mə beynəl məşriqi vəl məğrib rəvahu əl-Buxari. İmam Buxarinin Əbu Hüreyrə radiyallahu anhudan rəvayət etdiyi bu hədisdə Resulullah buyurur ki, sallallahu aleyhi və səlləm, həqiqətən də bəzən olur ki, insan bir söz danışır, o sözün mahiyyətinə varmır. Mahiyyətinə varmır ki, danışdığı söz necə böyük sözdür. Bax, belələri üzü üstə cəhənnəmə töküləcəklər. Onlar şərq ilə qərb arasındakı məsafə qədər uzaq olacaqlar Allahın rəhmətindən. Bax, deməli, İnsan bəzən bir kəlmə danışır ki, o kəlmənin böyüklüyünü bilmir. Daha doğrusu fərqinə varmır, onun üçün fərqi yoxdur. Misal üçün, birinin namusu barəsində danışır, necə rahatdır ona onu danışır. Və yaxud da ki, ən zəif ehtimalları dəqiq olmuş kimi danışır. Misal üçün, filənkəsin qızını filən yerdə gördüm. Hə, gördüm. Hələ onu artırır ki, bax, əxlaqsızdır da. Bax, onu orada görməsilə əxlaqsız olmasını artıq qəti qərarını verdi. Halbuki, o bilsəydi ki, 2 mələk bunu qeydə alır. Və Rəhman və Rəhim olan Allah bu sözə görə onu məhkəməyə çəkəcək. İnanın, ey Allahın qulları, biz dilimizi bıçaqla kəsərdik, o sözü deməzdik. Çünki düşünərdim,
Mənə lazımdır ki, kim nə ilə məşğuldur? Əlbəttə ki, qeyrət olaraq lazımdır. Əlbəttə ki, namusumuzdur, yəni xalqımızdırsa, elimiz obamızın oğlu və qızıdırsa, əlbəttə ki, lazımdır. Amma görəsən, biz öz namusumuz barəsində belə rahat danışarıq, kiçik bir hadisəni ən böyük bir söz kimi danışarıq, əsla, əsla yox. Onu gizlədərik, onu daha da kiçildərik. Bəs niyə başqası barəsində rahat danışırsan? Dəyərli insanlar, dəyərli ailə üzvləri, bir-birinizin barəsində danışanda diqqətli olun. Hətta bir evin içində belə ana övlad ilə çox olmur. Amma baxarsan ki, yad insanlar biri-biri barəsində, nə bilim, oğlandır öz qaynı, qaynatası barəsində, qızdır öz qaynanası barəsində və yaxud da qaynanadır öz gəlini barəsində. Baxarsan ki, elə rahat, elə arxayın danışır ki, sanki onun hesabını verməyəcək. Dəyərli insanlar, dilimizi tutaq. Bax, dilimizi tutaq, dilimizi cəzalandıraq. Danışmayacağam, susacağam, bəlkə də lal olacağam, amma danışmayacağam xeyirdən başqa. Allah şahiddir ki, bu sənin xilasının birinci yoludur. Və Rasulullah sonra deyir, وَلْيَسَعْكَ بَيْتُكَ Evini genişləndir. Evini genişləndir, yəni evində özün üçün tək ibadət edəcək bir yer ayır. Evində özünə yer ayır. Çəkil ora. Ora tez-tez çəkil və orada Allahı zikir et. Sən və Rəbbin və mələklər. Başqası yoxdur. Sakit. Düşün. Xəyallara dal. Nələr yaşamısan. Sonra nə yaşamaq ehtimalın var. Hesabın necə olacaq. İnanın ki, bu sənin üçün, bu bizim üçün o qədər faydadır ki, bu bizə o qədər şans verir ki, və Allah da öz qulunu təkliyə çəkilib ona ibadət etdiyini gördükdə Allah o qulun üçün şans qapılarını açır. Şans var dövlət demirəm. Rəhmət qapıları. Onu fəqih edir. Ona hikmət yağdırır dilinə. Onun ağzına gözəl sözlər gəlir. Atalar misalı olacaq sözlər gəlir. Allah onun dilini açır. Çünki o təkliyə çəkildi. İnsan psixologiyası da belədir. İnsan tək qalanda daha dərin düşünür. Ağıllı olur, zəkalı olur. Görmürsən, bütün rəsullar zaman-zaman inzivaya çəkiliblər. Bir dağa, dağın ucqar mağarasına çəkiliblər ki, bir müddət insanlardan uzaq duram. Çünki insanlardan uzaq durduqda düşünə bilirsən. Fikir ver, biz həmişə ən çox xətaları toplumda edirik. 10 nəfər, 12 nəfər bir yerə yığıldıqda biz çox xəta edirik. Çox söz danışırıq, çox sözə qulaq asırıq. O danışır, bu danışır, baş qarışır bir-birinə. Ağıl itir və kim nə istəyir danışır və ədəbsizlik olur. Amma insan tək qalanda bu işlər baş vermir. Həm praktiki mümkün deyil, həm də ki, Allah bərəkət verib tək qalıb düşünməyə. Əslində, bu həyat yaxşı həyat deyil. Yəni, həmişə tək qalasan. Yox. Bax, özünü hiss et. Gördün ki, yox, getdiyim toplum məni uçuruma aparır, təkliyə çəkil. Gördün ki, insanlar səninlə razılaşmır haqq dini və sən doğru yoldasan, amma səninlə heç kəs razılaşmır, bu sənin üçün ağır deyil. Çəkil təkliyə. Sən təklikdə elə qüvvələri tapacaqsan ki, sənə heç kəsin gücü yetməyəcək. Sənin elminə də heç kəsin gücü yetməyəcək. Çünki sən təkliyə çəkilib, Rəbbindən yardım istədin. Və o sənə hikməti verdi, köksünü açdı. Məryəm əleyhissalam təkliyə çəkilmişdi, ibadət edirdi. Allah onu ibadətxananın zirzəmisində
cennet yeməkləri ilə yedizdirdi. Hətta Zekeriya aleyhissalam onu təəccüb ilə soruşdu. Bu nədir Məryəm? Dedi yemək. Bunu sənə kim gətirib? Ərşin üzərində olan Rəbbim göndərib. Dedi, bu necə baş verir? Dedi, məgər hər kəsdə belə deyil? Yəni, hər Allahdan istəyənə Allah vermir ki bunu. Bax, Məryəm aleyhissalam uşaq idi. O elə başa düşürdü ki, kim bu cürə Allahdan istəyirsə, Allah ona verir. Subhanallah, sən demə, onun balaca qəlbi o qədər geniş imiş ki, o elə başa düşürmüş ki, bu hər kəsdə belədir. Amma təəssüflər olsun ki, bu belə deyil. Bu belə deyil. Biz günahlara o qədər qovşanmışıq ki, insanlar hətta Allah ilə belə diskusiya edir. Allah ilə belə mübahisə edir. Niyə belə etdin? Niyə vermədin? Haçan verəcəksən? Sanki Allahın ona borcu vardır. Bu da ona dirənib ki, haçan verəcəksən bəs? Ona verdin, buna verdin, mən qaldım. Bu səmimiyyətdirmi? Bu sevgidirmi? Bəlkə də sənin bu cür istəməndən sonra sənə verdi. O zaman vay halına vay. Çünki onu sənə verilməsi nifrətin təzəllasıdır ki, al bunu mu istəyirsən? Al görüm axirətdə nə edərsən? Sən Rəbbinlə bu nə danışıqdır danışırsan? Bəzi insanlar Allah üçün nə istəyir danışır. Allahı müzakirə edəndə elə bil öz övladını müzakirə edir. Elə rahat danışır ki, bu nə işdi görür, necə oldu, belə oldu, niyə mənim üçün belə olmalıdır, nə yaxşı adam, əşkərə pis adam olasan. Pis adam olarsan, sən gör yaxşı adamsan ki, bu sözü deyəndə, sən kimsin də yaxşı olsan, mələklər dəhşətə gəlir sənin bu danışığından ki, bu adam nələr danışır, bu nə danışıqdır? Dəyərli insanlar, dilimizə sahib çıxaq. Əgər görsək ki, fitnədir, evimizdə çəkilək bir güşəyə. Sakitcə orada ibadət et, Allahı zikir et, Allahla vaxtını keçir, sən görəcəksən ki, ən gözəl yaşadığın zaman Allah ilə, onun mələkləri ilə yaşadığın zamandır. Və ona görə Allahın Resulü deyir ki, dilinə sahib çıx, evində özünə bir güşə ayır. Və sonra xilasın üçüncü yolunu deyir. وَابْكِ عَلَى خَتِيئَتِكَ Günahların üçün ağla, xətaların üçün ağla. Bəli, bilirsiniz günahlar üçün ağlamaqla ağlamamağın fərqi nədir? İnsan vardır ki, yaşadığı keçmişi, keçmişdəki günahlarını danışanda onun üzündən fərəh yaxır. Sevinc ilə danışır. Nə ömür yaşadıq, nələr gördük, filan hadisələr yadına gəlirmi? Bir də görürsən ki, danışır, filan məclisdə belə oldu, əslində detallarını demirəm, əslində onlar orada günah ediblər. Amma günah ediblər, güya ki, ara bir Allahı da çaşdırmağa çalışır ki, elhamdülillah, indi xilas olduq, amma nə idi o günlər? Bax, görürsən ki, hələ o günlərin sevinci, hələ o günlərin fərəhi onun qəlbindədir. O qorxmur o günü yaşadıqlarının hesabından. Deyim ki, tövbə edib, bəli, tövbənin şərtlərindəndir axı, peşimançılıq. Sən ki, peşiman olmamısan. Tutaq ki, sənin başına keçmişdə pis bir iş gəlibsə, yəni onu danışmağa belə utanarsan. Onun yaşanması yadına düşəndə tüklərin ürpənir. Yəni belə bir hadisə yaşamısansa, heç onu danışarsan, sən bilsən ki, kimsə onu danışıb, ona nifrət edərsən. Niyə? Çünki o utanc verici iş idi. Onu danışmırsan, amma fərəhləndiyin digər günahlarını danışırsan. Bax, ona görə də biz bütün günahlarımızdan utanmalıyıq. Çünki o günahlar dediyimiz Allahın huzurunda film kimi göstəriləcək. Adəm əleyhissalam da görəcək sənin o etdiklərini sonuncu insana qədər. Əgər mömin olmasan, amma mömin olsan,
Yəni o yaşadıklarından xəzalət çəkib nəsuh tövbə etsən, Allah onu insanlara göstərməyəcək, amma səni mühakimə edəcək. Bütün yaşadıklarını mühakimə edəcək, amma insanlara sənin kimliyini göstərməyəcək. Hətta insanlar deyəcəklər ki, bu adam kimdirsə məhv oldu. Məhkəməni baxanlar, hamı belə deyəcək. Bu adam kimdir görəsən, məhv oldu bu. Amma sonunda onlar eşidəcəklər. Ey qulum, amma mən səni bağışladım. Çünki sən xalis, təmiz qulsan. Sən tövbə etdin, peşiman oldun, mən də səni bağışladım. Və onu mükafatlandıraraq cənnətinə göndərir. Deməli, biz xətalarımızdan xəcalət çəkməliyik. Və ara bir oturub günahlarımızı yadımıza salıb peşiman göz yaşları tökmək lazımdır. Ona görə dəyərli insanlar, istəyirsənsə xilas olasan, dilinə sahib çıx, evində özünə bir güşə ayır, tez-tez orada ged otur, Qur'an oxu, zikr et, namaz qıl və ora sakit yer olsun. Bu da mümkündürsə. Mümkün deyilsə, Allah bunları görür. Bir də ki, günahlarını yadına sal, gözyaşı tök. Səmimi gözyaşı. Gözyaşı heç vaxt təklikdə riya olmur. Heç vaxtı. İnsan tək olanda ağlayırsa, bunda heç vaxt riya yoxdur. Ən təmiz, ən saf gözyaşlarıdır. Sahibinin də ən xeyirli gözyaşlarıdır. Amma insan içində olanda isə səmimi də ola bilər, riya da ola bilər. Ona görə də burada təkliyin bu faydası vardır. Ey Allahın qulları, gəlin özümüzə sahib çıxaq. Allahın və onun Rəsulunun bizə öyrətdiyi bu metodları düzgün yaşayaq ki, xilas olaq. Xilas olmaq istəyən bunlara əməl etsin. Allah bizim hər birimizi xilas etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.